Bildiyimizə görə Ramazan ayında Qədir gecələrini yaşayırıq və bu Qədir gecələrində insanların, müsəlmanların müqəddəratı həll olur, talehi həll olur. Allah Teala bu gecələrdə Peyğəmbər Salavatullaha müqəddəs və mübarək Quran-ı Kərimi nazil edib. İlk 5 ayəni nazil olub Quran-ı Kərim Peyğəmbər Salavatullaha. Bunun barəsində də iki nəzəriyyə var bildiyimizə görə. Birincisi, Quran-ı Kərim bir dəfəyə nazil olub Peyğəmbərə. İkinci nəzəriyyə budur ki, Quran-ı Kərim tədricən nazil olub. Allah Teala Quran-ı Kərimdə də buna işarə eləyib. Hansı ki, Allah Teala Quranda Qədr surəsində belə buyurur. İnna ənzəlnahu fi leylətil qədr. Ey Peyğəmbər, biz Qur'anı sənə Qədr gecəsində nazil elədik. Və yaxud da digər ayədə Allah Teala buyurur, İnna ənzəlnahu fi leylətil mübarək. Biz Quran-ı Kərimi mübarək bir gecədə nazil elədik. Deməli, Qədr gecəsi mübarək bir gecədir və o gecələrdə əhya saxlamaq, Quran oxumaq, ibadət eləmək, dualar etmək çox gözəldir. Və bu gecə isə 1000 aydan üstündür. Hansı ki, Quran-ı Kərimdə Allah Teala buyurur, Leylətul qədri xeyrun min əlfi şəhr. Bu elə bir gecədir ki, 1000 aydan üstündür. Allah bütün ibadət, itaatlərimizi qəbul etsin.